Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala seyyidina Muhammedin ve ehl beytihi tahirin ve la'netullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahümme veffiqna lima tuhibbu ve tarda. Allah'ın lütfu inayetiyle bu günləri aqaid dərsində bəhsimiz imamət mövzusunda imamət bəhslərinin ayələrdə. Bəzilər bu axır zamanlarda da mənə suallar verirlər ki, imamət bəhsi niyə Quranda gəlməyib? Və sualım budur ki, biz bu ayələri ki, bizlər bəhs edirik, bunlar İncildə və Tövratda deyil ki. Əgər imamət əsli bəhsdirsə, niyə bu gəlməyib Quranda? Əsli bəhsdə, əsli də gəlib Quranda. İşim yoxdur. Bugünkü bəhsimiz mən bir neçə ayələrdir ki, keçən dərslərdə zikr elədik. Məşhur Maidə surəsi 67-ci ayədə olan Qədir-i-Xumda nazil olan ayədir. Ayə necədir? Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya əyyuhər rəsul. Ey Peyğəmbər, ey mənim göndərdiyim Peyğəmbər, elçi. Bəlliq, çatdır yenə, təbliğ elə, ma unzilə iləyk, sənə nazil olanı. Min Rabbik. Bizdə Rəbbin tərəfindən nazil olanı. Və in ləm təf'əl, əgər etməsən, fəmə bəlləğtə risalətəh, sənin risalətün çatdırmamış olursan, yəni risalətini tamamlamamış olursan. Vallahu ya'simukə minən-nas, Allah Teala səni insanlardan qoruyacaq. İnnəllaha la yehdil qavməl kafirin. Allah Teala kafir qavmi hidayət etməz. Bu məsələlərə diqqət olunması bu ayədə neçə dənə nöqtə var. Buna əl-zahir Allah lütf eləsə, qismət eləsə, bir neçə dənə məclis, bir neçə dənə dərs bu ayənin barəsində fəqət danışacaq. O da birinci budur ki, Allah Teala başlayır, ya əyyuhər rəsul, müraciəti Peyğəmbərədir. Müraciəti möminlərədir, müraciəti kafirlərədir, müraciəti insanlaradır. Müraciət birbaşa Peyğəmbərədir. Başa salır bizi ki, mənim yer üzərində bir nümayəndə var. O da Peyğəmbərdir ki, mən onu ilə danışıram. Müraciət onadırsa, nəzərlər ona yönəlməlidir. Ya əyyuhər rəsul. Nə müraciət edir Allah Teala ona? Bəlliq, çatdır yenə, təbliğ elə. Neyi çatdır, neyi təbliğ elə? Deyir, ma unzilə iləykə min Rabbik. Rəbbin tərəfindən sənə nazil olanı. Peyğəmbərin, peyğəmbərliginin xüsusiyyəti bundan ibarət idi ki, Peyğəmbər o zaman Peyğəmbərdir ki, fəqət və fəqət Allahın ona dediyini, ona nazil etdiyini insanlara çatdırır. Nə öz içindən gələni cəmaata çatdırır, nə başqalarının dediklərini cəmaata çatdırır. Bu iki xüsusiyyət buradan çıxardır. Peyğəmbər o zaman Peyğəmbərdir, Peyğəmbərliyi vəzifəsini icra edir ki, bəlliq ma unzilə iləyk min Rabbik, Rəbbin tərəfindən sənə nazil olan. Bəs burada iki hal xaricdir. Öz içindən gələn istəkləri cəmaata çatdırmaq sənlikdir. İki, psixiraqdan istir dost olsun, istir düşmən, istir mümin olsun, istir kafir ki, onlar sənə təklif edir ki, sənin əlindən bir iş görsünlər, bu Peyğəmbərlik vəzifəsi sayılmır. Və bu işlər Peyğəmbərlik vəzifəsi ilə təzad təşkil eləyir, ziddiyyət təşkil eləyir. Məlum oldu?
İndi diqqət edin. Yəni, mən bunu adamı peyğəmbərliyə seçmişəm. Bunun mənası budur. Səbəb və illəti nədir? Çün mən nazil elədiyimi sizə tapşırır. Sualımız budur. İndi bunun ayənin ardıcan oxuyacaq cümləni bir şübhə kimi ortaya atırlar və o şübhədə cavab nədir? Deyir ki, bəs məlum oldu bu iki. Və biz ki, deyirik ki, Peyğəmbər özündən heç vaxt eşidilməz. Bu ayədən də çıxır. Lazımdır ki, Nəcm surəsinin ilk ayələrini Ma yentuqu anil hava ayəsini getirək. Məlum oldu, deyək ki, o özündən heç nə demir. Hətta o ayəmiz olmasa, bu ayə özlüyündə kifayətdir buna. Peyğəmbərlik məqamının vəzifəsinin icraiyyətə keçirtmək həddini bizə təyin edir, bizim üçün göstərir. Deyir ki, yaxçı, özü də əcib bir şeydir. Min Rabbik kəlməsi işlədir. Bunların əslində hərəsinin bir hesab kitabı var. Niyə minallah demədi? Niyə min Rabbik dedi? Çün deyir, bir adam ki, peyğəmbərliyə çatırsa, onu tərbiyə edən var. Sənin tərbiyə edənin kimdir? Mən Allah. Mən Allahın sənə dediyinə çatdır. Orada başa salır ki, Peyğəmbər peyğəmbərliyindən qabaq tərbiyə görüb, tərbiyə verəni fəqət Allahdır. Bunlarda işim yoxdur. Əcib bir sözdür. Burada hələ başqa söhbətlər var, işim yoxdur onda. Və inləm təfəl, əgər eləməsən, neyi eləməsən, sən cümləyi şərtdir. Deyir, bəziləri burada sual elirlər. Yəni, Peyğəmbər eləməmək istəyirdi. Yox. Allah Teala bu, o adamlar ki, bisavaddırlar, ərəb dilindən fəsahət və bəlağətdən əslən savad deyiləsi bir şeylər yoxdur deyə bu şübhəni ata bilərlər. Kimlərə bu elmlərdən savadı olmayan, başı çıxmayanlara ərəb dilinin bu ərəb dilinin incəliyidir. Bir söz deməklə o sözün içində bəzi məqamlara işarə vurur. Niyə Allah burada cümləyi şərtiyyəni getirdi? Yəni, bir dənə əgər bu sözü yerinə getirməsə, yəni bu söz xüsusilə o qədər mühüm bir sözdür ki, bu nazil olan o qədər mühümdür ki, bu deyilməsə, risalət, peyğəmbərlik vəzifəsi tamamlanmayacaq. Məlum olur ki, peyğəmbərlik vəzifəsinin ardı var. O da nədir? Rəhbərlik. Çün peyğəmbərlik vəzifəsində iki vəzifə vardır. Bir, ona nazil olan şeyi çatdırır, bir özü də rəhbərlik eləyirdi ümmətə. İndi ona nazil olmaq dayanır, amma onun o risalətinin ikinci hissəsi davam edir, rəhbərlik. Ümmətə rəhbərlik eləmək, imamlıq eləmək. O davam edir. Deyir, fəma bəlləğdə risalətə. İndi sual budur. O zaman bu şübhə yerində olar ki, əgər sən çatdı eləməsən, belə olar, cümlə inşaiyyədir. İnşaiyyədə, cümlə inşaiyyədə bu şübhənin yeri yoxdur. Cümlə inşaiyyə nədir? Yəni, bu fəqət ixbardır, xəbər vermir. Hadisədən xəbər vermir ki, sən eləmədin deyə bu hadisə başına gəldi. Sən bu təbliği yerinə yetirmədin, bu sənə nazil olanı çatdırmadın və sən risalətvi, peyğəmbərlik vəzifəvi tamamlamadın. Bu cür demir. Bu cür olsa xəbərdir və bəli, o şəxs ki, bu şübhəni atır, şübhənin yeri var. Amma deyir, belə eləməsən, belə olar, bundan hamısı, yəni ehtimallardır, fərziyyələrdir. Yəni, işin pərdəsinin arxasında olacaq məsələlərdir. Niyə onlara Allah işarə vurur, əgər bu eləyəcəkdirsə bu Peyğəmbər və bunun niyyətində? Hətta bəzi müfəssirlər çalışıblar burada şey eləsinlər ki, Peyğəmbər şübhəyə düşmür. Xeyr, əstəğfirullah, əstəğfirullahəl-azim, əstəğfirullahəl-azim. Necə yəni Peyğəmbər istihələ qalmışdı, tərdiddə, boş söhbətlərdir bunlar.
Necə Peyğəmbər tərdiddə qalmışdı? Peyğəmbərin neyi məsələsi tərdidlidir? Peyğəmbər hər bir şey gün kimi görürdü, bilirdi. Bu cümlənin ixbar deyil ki, bu şübhə gəlsin qabağa və bu şübhənin üstündə duraq, biz vurnuxaq. Şübhədir o vaxt ki, ixbar olar cümlə. Bu inşadır. Əgər belə olsa, belə olar. Amma indi nə elə olub, nə belə. Niyə bunu bu formada deyil, cümlə inşaiyə formasında başa salır ki, əgər Peyğəmbər bir də bu məsələ, ayə o qədər mühüm bir məsələ ilə əlaqədar, bu nazil olan məsələ o qədər mühümdür ki, əgər bunu insanlara çatdırmasa, bunun məsələn sonu budur ki, risalət tamamlanmayıb, Peyğəmbərlik vəzifəsini tamamlamayıb. Və deyir ki, fəma bəlləhdə risalətə buyurur, Vallahu yə'sümükə minən-nas. Allah Teala səni insanlardan qoruyacaq. Bəziləri, o zamanın mən nə bilim, müşriklərin, o zamanın bəzi sahabələrin içində olan münafiqlər, xeyr, tək ona aidiyyəti yoxdur. Hətta bu zamanımıza da aiddir. Bugünün İslamla düşmən olan Qərb dünyası, Amerika dünyası, İsrail dünyası, dostları, tanışları, hamısına aiddir bu. İstir müsəlmanların içində olsun, müsəlman adı altında olanlar da olsun, istir qeyri-müsəlmanlardan, onlara aidiyyəti var. Nəinki tək fəqət o zamana, bütün zamanlarda insanlar bu məsələ ilə müxalifdirlər. Məsələnin mühüm olmasının ikinci cəhəti bundan ibarətdir ki, İnsanlar istəmirlər. Nə istəmirlər? Onların xeyrinə qoyulan qaydalarının idarə olunması. Niyə? Çünki ləhu-ləb dünyasında insanlar elə istəyir başlarına oyuncaqla, dünya oyuncaqlarına qaçsınlar. Vəzifəyə keçsinlər, hamı onu ağalıq eləsin, ağalıq eləyin, onu vursun, bu stola keçən kimi onu vursun. Hər kəs iqtidarı keçdi, müxalifəti məhv eləsin, müxalifət üsyan eləsə, iqtidar bunun qabağını alınması, keçdi iqtidara, bu iqtidarda olan, müxalifət olan tutub, bunu bassınlar, öldürsünlər, ya bunlar qaçsın xaricdəkilər də bir elə bir ki, milçəydi ki, niyə gələn ki, yıxısına başına bunu saxsınlar, yola salsınlar, insan həyatı budur. İnsanlar deyir, yox, biz özümüz ağalıq eləyik. Ona görə namazı biz Allahu Ekber'lə başlayıb Allahu Ekber'lə tutarıq. Böyük onu bilməliyik hər şeydə. Amma çox özümüzü bilsək, bu fərqi yoxdur. Bir insan istəyir müsəlmanların içində olsun, istəyir müsəlman adı altında olan münafiq olsun, istəyir qeyri-müsəlman olsun. Bunların işi namazla, oruçla deyil. Bugünləri Avropada sən namaz qıl, fəqət oruç tut, heç kəsin sənin işi yoxdur. Amma sən gəlib desən ki, ilahi ədalət dünyada bərpa olacaq və olmalıdır, biz bu əqidədəyik. Yəni biz istəmədiyimiz bir şey. Niyə? Çünki nə özlərinə qarşı, nə özlərindən qeyrilərinə qarşı ədalətlə rəftar edin. Əgər ədalət hakimiyyəti qurulsa, bunlar gərək cəza almalıdırlar. Ona görə bunlar onu istəmirlər. Bunların işi budur ki, başqalarının haqqlarını tapdalasınlar. Əcib ayənin məsələlərindən biri də budur ki, bu məsələnin üçüncü mühüm, daha mühüm, yəni 2 dənə dünyavi məsələsinə işarə vurdu. Birini vurdu əqli düşüncəyə. Əqli düşüncə və fəma bəlləhdə risalətə. İllə və inləm təfəl və fəma bəlləqdə risalətə. Bunu düşündürməyə. Vallahi ya'sumke minnən-nas, xaricdə vaqiyyətdə olan proseslər, bir dənə dünyavi proseslər, bir dənə məsələ işarə vurur ki, məsələ mühümliyi nədir? Axirət məsələsi. O da nədir? İnnəlləhə la yehdil qavməl kafirin. Məsələ o da mühümdir ki, bunu qəbul eləməyən kafirdir və kafir olan şəxs, küfr əhli, kafirə həmişə demişik, niyə kafir deyirlər? Setr mənasında, kufr, setr. Yəni, nə üstünü örtmək. Bilir haqq nədir, üstünü örtür. Bilir haqq nədir, qəbul eləmək istəmir. Və
qəbul eləmək deyir, bu kafirləri də Allah hidayət eləməz. Bu hidayətin mənası nədir? Bizim loru dedə mənası budur ki, hidayət budur ki, insanın əlindən tutsun, behiş qapısına aparsın. Allah səni mənə hidayət, əl-yazı billah, Allah göstərməsin, eləməsə mənası nədir? Yəni, Allah bizi behişdə qoymayacaq. Kafirləri hidayət eləmişsə, kafirlərin behişdə əbədi saadətə, xoşbəxtçiliyə açılan qapıya əl atmağımıza qoymayacaq, izin verməyəcək. Hidayət bu şəxslər üçün deyil. Namazda qılınsa, oruçda tutulsa, fərqi yoxdur. Üçün müraciət. Bu ayə ilə mən bugün bu qədər kifayətlənirəm. İnşallah Allah lütf eləsə, gələn dərsimizdə bu ayənin bəzi məsələlərlə işarə vuracaq. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu ala seyyidina Muhammedin və əhl-i beytə.